Salam əziz tamaşaçılar, Hara Gedək proqramı yenə bugün mən Amil və Samirə xanımın təqdimatında sizi ilə görüşə gəldik. Samirə xanım, bugün biz hara ilə tanış olacağıq? Bu dəfə biz Bakı və Bakı ətrafı ərazilərlə tanış olacağıq. Bəli, əziz tamaşaçılar, Abşeron rayonu və Binəqədi üzrə gəzməli, görməli, yemək yeməli, dadlı məkanları sizə çəkib təqdim eləyəcəyik. Bizimlə qalın, ekrana yaxın oturun. Getdik. Bakı Atıcılıq Mərkəzi 2015-ci ildən fəaliyyət göstərir. 19 hektarlıq əraziyə malikdir və beynəlxalq standartlarına cavab verən bir atıcılıq mərkəzidir. Bizim bütün idman növlərimiz kimi güllə atıcılığında da çox böyük uğurlar qazanmışıq. Məsələn, bax bu yaxınlarda dostumuz İmran Qarayev gənclər arasında güllə atıcılığı üzrə dünya çempionu olub, adın qazanıb hətta. Bəs sən bilirdin ki, Zemfira xanım dəfələrlə Avropa çempionu olub atıcılığı üzrə? Görürsən, bizim xanımlarımız atıcılıq üzrə dünya çempionu olur. Sən də ancaq mənə söz atırsan. Birinci yerdəsən ucu. Tural bəy, sizə təşəkkür eləyirəm. Sağ olun, ərazi ilə bizi tanış elədiniz, şərait yaratdınız, çəkiliş elədik. Bizə ən çox verilən suallardan biri odur ki, adi vətəndaşlar atıcılıqdan istifadə eləyə bilərlərmi? Əvvəla, xoş gəlmişsiniz. Ümumiyyətlə, Bakı Atıcılıq Mərkəzində həm stend atıcılığında, həm taktiki atış zonasında, həm də pneumatik atış zonasında bütün həvəskarlar üçün nəzərdə tutulmuş zonalarımız var. 11 yaşından yuxarı hər bir kəs, qızlar və oğlanlar Bakı Atıcılıq Mərkəzində odlu və pneumatik silahlardan rahat şəkildə istifadə edə bilərlər. Çox sağ ol Tural bəy, təşəkkür eləyirəm bizə verdiyiniz müsahibə üçün. İndi gedək görək, biz də özümüzü sınayaq. Nə qədər atıcılıq qabiliyyətimiz var. Buyurun, Getdik. gedək. Silah nömrədən kənarda açıq vəziyyətdə daşınır. Yəni siz nömrəyə daxil olanda silah açıq vəziyyətdə olur. Yaxınlaşırsınız nömrəyə 2 dənə patron. Nömrəyə qoydunuz patron və bağlayırsınız. Ondan sonra silah atışı hazır. İndi keçək sizə. Sol ayaq olur qabaqda. Sağ isə onunla paralel arxada. Baxın burada. Biraz mən tərəfə. Əla. İndi silah çiyində yaxşı sıxın. Sağa. Daha balaca qulluqda üzünüzü sıxın bura. Yox, baxın mənə almacıq sümüyü bu şəkildə və qabağa. Əgər bək sıxsaz, üzünüzü əzə bilər. Ona görə biraz boş saxlayırıq, biraz qabağa. Baxın mənə almacıq sümüyü. Biraz sıxın aşağı. Düz saxlayın, silah aşağı əyilməsin. Düz xətlə, nöqtəni görürsünüz. Qabaqda dairəvi hədəfimiz var. Düz xətlə nöqtəni qoyursuz dairənin ortasına atış açırsınız. Xoş gördük. Bunu öyrət də mənə, gəlib geçsən də həll edək. Həmişə gəlsənizdə yenə də mən təlimatımı keçməliyəm. Deməli, bu 5 atlan tipli tüfəngdir. Bunun doldurulması. Bax, birinci patron əsas yuvaya bağlayırıq. Ondan sonra qalan 4 patron aşağıdan gedir o biri yuvaya. Söz deyirəm, indi əgər bunu əksinə qoysan o güllələri, qabağa getməyəcək də dala Yox, atar. atış eləməyəcək, silah ilişib qalar. Hə, ilişib qalar. Yəni o barədə rahat ola bilərsən. Silahı əgər səhv doldursan, heç bir atış olmur və təzədən hamısını sökmək olur. Hə, əladır. Yəni mən bilərəm, mən heç vaxt atmaqda ilişib qalmamışam. Yəni nə qədər dostlarım mən Yəqin ki, düz nə qədər doldurmuşsan, atmışamsa ona mən görə. atarlar. Ataq görək nə tər atırıq. Ataq. Sağa coraq, silahı tutdun. Tutdum. Aha.
Atışdan qabaq tətiyi heç vaxt daha doğrusu barmağımız tətiyə qoymuruq. Qoymuruq. Ən axırda barmaq həmişə Ən axırda barmaq bura gəlir. Baxırsan, üzünü sıx bura. Baxırsan, Düz xəttlə, düz səthlə, qabaqdaya yəni o hədəfə. qara dəliyə atırsan. Bəli, bəli. Bilirsən ki, mənim bu ovda bəxtim gətirməyib. Necə deyərlər, balıq tutmaqda bəxtim gətirməyib. Ox da atmışam, daşa gedib dəyibdir. Amil, sənin həyatda bir dənə məndə bəxtun gətirib ki, nişanı düz almısan. Başqa iş nədir? Nişanı düz almışam, amma düz adamı vurmamışam. Axşama qədər dar. Əgər atıcılıq mərkəzinə gəlmişsinizsə, əlbəttə ki, buranın restoranına da gəlib yeyib içə bilərsiniz. Gözəl teyamlar, yeməklər, kompotlar, sular, desertlər. Bir sözlə ürəyiniz istəyən qidalanmaq üçün hər şey var. Getdik. Gəl. Atıcılıq mərkəzində hətta otel də fəaliyyət göstərir. Bilirsiniz ki, əziz tamaşaçılar, dünyanın hər yerindən yarışlara gələn qonaqlar, turistlər burada rahat yeyib, içib, dincəlib, qalıb istirahət də eləyə bilərlər. Onda nə durmuşuq? Gedək də. Gedək də. Gedək baxaq görək necədir ora. Əslində mən burada çox olmuşam. Gəlmişəm o qədər restoranda yemək Başa yeməyə. düşmədim. Yemək yeməyə. Hə, yemək yeməyə. Gedək. Ay Amir, tut məni. Sən özünü tutan lazımdır, amma evi yox. Tuttum. Amir, Hə. bütün yol boyu nə Allahın suyunu almısan, nə də yeməyini. Ac qoydun ey məni. Ay qız bir imkan ver də, Meytabadda Əsgülüm restoranına nəyə gəlmişik bəs? Hə. Yeməyə gəlmişik. Hə, ayıldım. Dadlıdır Hə, yeməkləri. dadlıdır qəşəng. Bə nəyə gözləyirik? Gedək. Gedək Amir, gedək. Ölürəm. Gedək. Salam ay bibi. Salam, xoş gəlmisiniz. Xoş gününüz olsun. Deməli bu Amil məni aldada gətirib bura ki, burada dadlı yeməklər var. Düz deyir. Bax bizə bu gün nə yemək verə bilərsiniz? Nələriniz var? Bax sizə şax qovurma. Mövsümə uyğun zinişli dana. Bu şonkadır. Əladır qəşəng. Bal. Onlardan yi səsini kəs. Yosunla, sarımsaq qatıqla quzu pörtləməsi. Bəli. Ay maşallah, usta xoş gördük səni. Həmişə iş başında. Salam, xoş gəlmisən. Xeyirli, bərəkətli olsun. Sənin kababların şəhərdə adla deyildiyinə görə gəlmişik sənin kabablarının dadına baxmağa. Xoş gəlmisiniz. Və əti hardan alırsınız? Özəl kabablarınız nədir? O haqqda danış. Bizim ətimiz Beyləqan Ağcabəri quzulardır. Bax görürsüz. Belə özəl Nərgiz kababımız var. Nərgiz? Nərgiz. Nərgiz kimdir də? Ay qız, Nərgiz- dayandan Nərgiz kababın adı. Kabab, Nərgiz kababı. Rulet, bəli. Hal-hazırda hansı kababları hazırlayırsınız? Antrikotdur, yablıçka, ciyər quyruq, böyrək, tikədir, qırçın kababıdır. Dana bastırmasıdır. Bu dediyim Nərgizdir, xandır, döymə lülədir, kartof lüləsidir. Onda siz hazırlayın şef. Biz də masada sizi gözləyirik. Baş üstə. Sağ ol. Gedək Nərgiz. Sağ olun. Deyirəm yenə gəldi. Bütün Hardasan? pulum mənim yeyib Sərdən içməyə. səni axtarıram. Amir, bu nədir?
Boy, ay qız nə olacaq bəs? Demədim ki sənə Əskülüm restoranı bizə gözəl bir süfrə açıbdı. Özü də barmaq basmağa bir dənə yeri yoxdur ha. Amel. Yi, amma deyinmə, yi. Yaxşı. Amel. Yumuşaq deyə əti. Pilə kimidir, pilə kimidir. Möhtəşəmdir. Hə, mənim bir sözüm var, ləldir, ləl. Elə həmin ləl budur da. Buna bax, buna bax. Məni hər gün bura gətir, yaxşı. Gətirəcəm hər gün. Onda sən çoxlu, necə deyirlər, maaşı alaq gələk hər gün sən hesaba yeyək. Deyirəm, ətin dadından bilinir ki, bu ya ağcəbədi buz sudur, ya da beyləqan qoynudur. Hə, düz deyirsən. Deyirəm ki, bu gərgin iş gününün axarında, yorğunluqda adam bir istəyirsən ki, gözəl bir yerdə yemək yeyəsən, dincələsən. Həqiqətən gəldik bura, yemək yedik, yorğunluğumuz çıxdı, yəni. Razıyam səndən, çox Razısan. tatlıdır. Bir də ki, yadımdan çıxdı, soruşum səndən. İndi düz deyik, yedik, içdik, hər şey var da burada, indi kebablar da gəlir. Bu hesabı kim ödəyəcək, başa düşmədim. Necə yəni kim ödəyəcək? Sən ödəyəcəksən. Mən ödəyirəmsə, mən nəyə gəlmişəm səndən restorana? Bax, sənin bu xəsiyyətindən xoşum gəlmir. Yedin, içdin, qaçırsan güllə kimi, o tələdə yerində yemək. Səni mən gətirmişəm, hesabı da sən ödə də. Pulunu öncədən ver, tez ol. Deyəm. Xiyarı sonra yeyərəm. Ver bura pulu, tez ol. Pul yoxdur. Nərgizin gəlir, Nərgizin. Hə, o yox, kabab Nərgizin gəlir. Hə, onu Necə olsun? Çox sağ olun. Yenə Hər şey gəlin. yolunuzu gözləyirsən. Sağ olun, var olun. Sağ ol. həqiqətən Nərgizim dadlıdır da, gözəldir də, yeməlidir də. Möhtəşəmdir, bu nədir? Ehtiyatlı ol, qaynarda ağzı o yandırarsan. Deyirəm ki, həqiqətən də bu Nərgiz kababını qısqanmağa dəyər ha. Hə də, sən də sanmısan o qız kimdir, o qız kimdir. Mən nə bilim, bu kababdır. Əziz dostlar, əgər şəhərdən çıxmadan kənd həyatı olan, abu-havası olan bir yer axtarırsınızsa, o zaman gəlin Ömər Atçılıq Mərkəzinə. Həqiqətən də mən də həmişə bura gələndə kəndlə şəhəri həmişə qatışdırmışam. Hə də sən beləsən də, ömür boyu dırdır, ona görə beynin... Bax, belə eləyəcəksən, axırda səni də qatışdıracam. Gəl, gedək, sən çox danışırsan, nə qalanda. Gedək. Sən vahidin qəzəlisən, Abşeronum mənim. Göy Xəzərin beşisən, Muğam sənət keşisən, Qara qızıl yatağıdır. Göy Xəzərin beşisən, Muğam sənət keşisən, Qara qızıl yatağıdır. Qara qızıl yatağıdır, Abşeronum mənim. Atçılıq Azərbaycan mədəniyyətində və tarixində böyük bir yer tutur. Və ona görə də biz Ömər Atçılığa gəlmişik. Bütün idman növlərində olduğu kimi gənclərin at sürməyə də çox marağı var. At sürən gənclərimiz və ata maraq eləyən, atla gəzib tozmaq istəyən cavanlarımız da hətta dünya çempionatlarında, at yarışlarında qalib də olublar. Qarabağ atları var, dilbaz atları var, Göyçə atları göyçə var. atları var, bəli. Gedirik at sürməyə. Gedək görək necə sürəcəksən. Hə. Baxım görüm sürə bilirsənmi? Göy Xəzərin beşisən, Muğam sənət keşisən, Qara qızıl yatağıdır. Qara qızıl yatağıdır, Abşeronum mənim.
Amil, Hə. bayaq ata minmək istədin. Səni mindirə bilmədim. İndi görsən səni poniyə mindirmişəm. Ay qız gördün də məni Qubada necə ata mindirdi. Hə. Sənin sözünlə mindim ata. Hə. At məni meşədə götürdü, qaçdı, azdım. Bir saat səni ağlaya-ağlaya axtarmışam meşədə. Zalım. Ay Allah, su içəndə danışır, yemək yeyəndə danışır. İndi də ata mindirmişik, at deyirəm, poniyə. Onda da danışırsan, dayanmırsan, biabır eləmişsən məni. Deyirəm əziz tamaşaçılar, mənim bax pulum, xərclərim ancaq bunun yemək yeməyinə, su içməyinə, üzgüsüləyə getməyinə, at sürməyinə gedir. Mənim başqa rasxodum yoxdur da bezmişəm. Yenə danışır, yenə danışır. Nə danışırdın dalımcadə? Özünə deyirəm də, bəsdir də, bəsdir. Yedin, içdin, ya indi də at sürürsə, day pulum qalmadı mənim. Heç olmasa özünə hörmət eləmirsən, ata hörmət elə, bəsdir Oy, deyil. ata niyə hörmət eləmə, ata minərəm. Salam qardaş. Mən Ömər atçılıqdayım, pulum qutarıbdır cibimdə, mənim bir 20 manatda karta. Hə, yaxşı, yaxşı. Tez at bu karta sənə göndərdiyimi, yaxşı. Bax, ay qız, yemək yedin, at sürdün, Hə. indi də gedək çay içməyə. Bax, kəkosu da olsun ha. Mürəbbə də olsun. Hər şey olsun, konfet olsun, şokolad olsun, hər şey Hə, də olsun. bildim, gəl. Çay istəyirəm, gedək. Doğrudan mən bayaq zəng eləmədim dostuma karta pul atsın. Hə, Çay da içib qutarırıq, zəng elib görüm. yığ, bax gör nə oldu. Hə, ay Emin. Hə, qardaş, sənən bayaq mən bir dənə 20 manat pul istədim. Onu da həll eləyənmədim. Çayımız da içib qutarmışıq. Yekə oğlansan hə. Bax, indi sən bir də gedib orada restoranda yeyib içəsən ha. Şotu verə bilməyəndə, pulun çatmayanda səni göndərdirəcəm promoy mətbəxə. Yaxşı, yaxşı. Amil, Hə, mən fikirləşdim, belə qərara gəldim ki, bayaq sən restoranın pulunu verdin. Eybi yox, bu dəfə də mən çayın pulunu verərəm. nə yaxşı. Yox, ola bilməz. Mənə inandırıcı gəlmir, yox. Çayı ver ki, rahat ol günən. Dünən pul vermişdin ha, onu xərcləməmişəm. O puldur, narahat olma, özününkidir. Deyirəm sən hər bir şey ehtiyatlı adamsan da sağ əlim qaşınır, dedirəndən. Ay Allah, şükür Allaha bir dəfə yaxşı söz dedi. Deyinlər. Əlatdır, deyirəm, çayın da pulun verdirdin, da nə Belədir də istəyirəm. pulsuz çay dadlı olur. İç. Amil, Hə. nar ağacını gördün. O vaxtı səni ilk sevdiyim gün yadıma düşdü. Yadındaydı o vaxtlar səhnədə müğənnilik eləyirdin, oxuyurdun. Səni ilk görən gündən aşiq oldum. Hə, Yadındadır. yadımdadır. Deyirəm, bu xatirələrdən çox danışa bilmirik də biz. Elə mən də bu nar ağacının yanında sənin üçün bir nar ağacı nar çiçəyi oxuyum. yaxşı, oxu. Ürəyin də yerinə gəlsin. Yenə qumlu sahil, yenə sərin bağ, yenə kölgə düşüb meyvəlilərə. Burada sevgilimlə neçə il qabaq bir nar çubuğunu bastırdım yerə. Nar ağacı, nar çiçəyi, nə gözəldir yar göyçəyi. Yenə qumlu sahil, yenə sərin bağ. Yenə qumlu sahil, yenə sərin bağ. Yenə yaxşamı düşüb meyləlilərə. Yenə yaxşamı düşüb meyləlilərə. Burada sevgilimlə neçə il qabaq. Burada sevgilimlə neçə il qabaq. Bir nar çubuğunu bastırdı yerə. Bir nar çubuğunu bastırdı yerə. Nar ağacı, nar çiçeği, bir ulduzdur her ləçəyi. Nar ağacı, nar çiçeği, ne güzeldir yar göçeği. Deyirəm ki, bu
qədər güllərdən birini dərib mənə vermədin. O da ki pulla deyil ki. Ay qız, sən xəbərin var, bura qoruqdur. Gülləri qırmaq, təbiətə zərər vurmaq ziyandır. Bu qanun kitabında da var. Nə istəyirsən məndən? Belə şeylərdə başda konstitusiyadan danışmağa mənə. Gəl, sən danışdıqca batırsan. Əziz tamaşaçılar, Ömər atçılığın at sürmək ərazisindən əlavə piknik eləmək üçün göl ətrafı belə gözəl ərazisi də var. Hətta sürmək üçün katamaranları da var. Bəli, onda gedək kata-kata maran sürək. Hə, gedək kata-kataya. Amil, lap qayığa mindim. Titanic kinosu yadıma düşdü. Onda belə durum. Alo, Nə bilmirsən, otur yerində. nə bilim, dil öyrətdə mənə, dil bilmirəm Bax da mən. mənzərələrə bax. Baxıram qəlbimdə arzu oyanır. Baxıram qəlbimdə arzu oyanır. Uzaq xəyallarım alıb qəlbimi. Uzaq xəyallarım alıb qəlbimi. Sanki ay Hə dostlar, bugünkü verilişimiz də belə sona yetdi. Gözəl gəzdik, yedik, içdik, gözəl yerlərlə maraqlandıq. Bakı ətrafı, gözəl, gəzməli, görməli, yeyib içməli yerləri sizə təqdim elədik. Gələn bölümdə görək, hara gedək? Nar ağacın har çiçeği, ne güzel bir yar göçeği. Nar ağacın har çiçeği, hele vardır yar çiçeği. Nar ağacın har çiçeği, hele yana var çiçeği, çiçeği.